İraqın Mosul şəhərində qələbə sevinci yaşanır. Reuters agentliyi iyulun 9-da İslam dövləti yaraqlılarından azad olunan bu şəhərin şərqindən görüntülər yayıb. İyulun 11-də çəkildiyi bildirilən videolarda küçələrdə maşınlar görünür. İnsanlar normal həyatı bərpa eləməyə çalışırlar. Sakinlər inanır ki, şəhərdə həyat tezliklə əvvəlki duruma qayıdacaq. İnşallah durum indi daha da yaxşılaşacaq. Biz dünyanın ən böyük terror şəbəkəsindən və onun zülmündən qurtulduq. İnşallah biz dağıntılar və zərərləri aradan qaldırıb şəhəri normal həyata qaytaracağıq. İnşallah sülh və təhlükəsizlik təmin olunacaq. Biz xoşbəxtik, küçələrdə işlər gedir, su bərpa olunur. Durum indi əvvəlkindən daha yaxşıdır. Allaha çox şükür cəsur əsgərlərimizin sayəsində biz azadlığımıza qovuşduq. İraqın baş naziri Heydər Əl-Abaydi 8 ay davam edən ağır döyüşdən sonra əsgərlərlə görüşüb və bunu İraq xalqının böyük qələbəsi adlandırıb. Mosul 3 il idi ki, İraq hökumətinin nəzarətindən çıxmışdı. İraq əsgərləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabrında Mosulun azad edilməsi üçün əməliyyata başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mosulun azad olunmasını böyük uğur adlandırıb, amma Mosula dəymiş ziyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Musul'da artık neticeye varıldığı haberi gerçekten bizler için de bir mutluluk vesilesidir. Ancak Musul'un geldiği nokta da tabii çok önemli. Şu anda harabe bir Musul var. Bu harabe Musul'un yeniden Musul halkına kazandırılmasının maliyetini acaba kimler karşılayacak? BMT-nin məlumatına görə Mosul uğrunda gedən döyüşlərdə minlərlə yerli sakin həlak olub, 1 milyona yaxın insan evini tərk edib.